Mən article bölməsini izah edirəm. Article ingilis dilində belə deyim, an article'ıdır və ingilis dilində article'lar iki qrupa bölünür. Müəyyənlik article'ı define, bir də indefine. Müəyyənlik artiklı, bir də qeyri-müəyyənlik artiklı. Müəyyənlik artiklı ingilis dilində the artiklıdır. Qeyri-müəyyənlik isə bir də an artiklıdır. İndi mən indefine haqqında məlumat verəcəm. Indefine article harda və necə işlənir, işləmə xüsusiyyətləri hansılardır? İlk öncə qeyri-müəyyənlik artiklı bizdə işlənir sayıla bilən tək isimlərin qarşısında. Sayılan tək isimlərin qarşısında işlənir. Məsələn, e-book, e-pen bu şəkildə işlənir. Daha sonra haqqında ilk dəfə danışdığımız ifadələrdə biz an artiklından istifadə edirik. İlk dəfə danışılan ifadələrdə. Haqqında ilk dəfə danışdığımız əşyalarda biz an artiklından istifadə edirik. Sonra vaxt, məsafə, məbləğ, ölçü bildirilən ifadələrdə vaxt, məsafə, ölçü, bildirilən, sonra tutum bildirən, həcm bildirən ifadələrdə biz an artiklından istifadə edirik. Sonra to have-li bəzi ifadələr var ki, bunlarda biz an artiklından istifadə edirik. Yazırıq ki, to have-li ifadələrdir. Məsələn, deyirəm ki, to have a rest. Və yaxud da to have a good time. Yaxşı vaxt keçirmək. Bu anlamda to have-li əksər ifadələr var ki, burada biz an artiklından istifadə edirik. Bu bizdə indefine article, yəni qeyri-müəyyən artikelların işlənmə yerləridir. Sonra bəzi qəlibləşmiş ifadələr var ki, to go for a walk, to be at a loss, as a result, to tell a lie. Bu tip ifadələrdə biz an artiklından istifadə edirik. İndi isə define article, müəyyənlik article haqqında məlumat verəcəm. Müəyyənlik artikelləri harda və necə işlənir? Qeyri-müəyyənlik artikla nisbətən müəyyənlik artiklın işlənmə yerləri daha çoxdur. İlk öncə müəyyənlik artiklın işlənmə yeri əşya haqqında, əşya bizə məlumdursa, məlum ifadə haqqında biz danışırıqsa, məlum ifadədən söhbət gedirsə, biz burada an artiklından, z artiklından istifadə edəcəyik. Daha sonra bizdə harda işlənir? Varlığı tək olan ifadələrdə, tək varlıqlarda. Tək varlıq deyəndə nəyi nəzərdə tutur? Məsələn, the sun, the moon, the sky, səma, the sky. Bu tip ifadələrdə biz z artiklından istifadə edəcəyik. Sifətin üstünlük dərəcəsində biz z artiklından istifadə edəcəyik. The biggest. Burada z artiklından istifadə edirik. Sonra sıra sayılarının qarşısında deyirəm ki, the first, the second. Bu tip sayıların qarşısına biz z artiklından istifadə edirik. Sonra
play sözü əgər musiqi alətlərindən işlənərsə, Z artiklı işlənəcək. Play the guitar və yaxud da play the piano. Yəni musiqi alətlərini ifa etmək kimi tərcümə olunursa, burada Z artiklından istifadə edəcəyik. Amma play oyun adlarında, play futbol, play voleybol bunlarda Z artiklı istifadə etməyəcəyik. Daha sonra dillərdə necə işlənəcək? Əgər dillərdə language varsa Z işlənəcək, language yoxdursa Z işlənməyəcək. Məsələn, deyirəm Z Azərbaycan language. Z Azərbaycan language. Burada language varsa Z-ni işlətdik. Əgər burada language yox idisə Z də olmayacaqdı. Sonra millətlərdə milliyyət bildirən ifadələrdir. Məsələn, deyirəm Z French, fransız, Z English, İngilis xalqı. Burada xalq, milliyyət bildirdikləri üçün Z artiklından istifadə edəcəyik. Sonra adalar qrupudur. Adalar, burada cəm şəkildə fikir ver. Adalar, yarımadalar, dağ silsilələri, bir dənə dağdan yox, dağ silsilələri, silsilə şəklində olmur, silsilə, dağ silsilələrində biz burada Z artiklından istifadə edəcəyik mütləq şəkildə. Deyirəm ki, məsələn, Z, nə deyə bilərəm? Z Himalay. Himalay dağları və yaxud da deyirəm ki, Z Alps. Alps dağları burada Z artiklından istifadə edəcəyik. Daha sonra su ilə bağlı olan ifadələrdə Z nə zaman işlənir, nə zaman işlənmir, onun haqqında məlumat verəcəm. Su ilə bağlı deyəndə dəniz, okean, çay, dəniz, okean, bunların hamısında Z artiklı işlənəcək. Göldə isə fərqlidir. Gölün qarşısına ulduz qoyuram. Niyə? Çünki göl fərqlidir. Əgər göldə lake varsa, lake ifadəsi varsa, burada Z işlənməyəcək. Lake varsa Z işlənməyəcək. Lake yoxsa Z işlənəcək. Məsəl üçün, nümunə deyirəm ki, Z Baykal. Burada lake olmadığına görə Z-ni işlətdik. Əgər biz burada lake Baykal sözünü yazsaydıq, Z-ni işlətməyəcəkdik. Lake varsa Z yoxdur, Z varsa lake yoxdur. Bu şəkildə işlənəcək. Z Baykal. Bu şəkildə işlənəcək. Daha sonra səhra adlarında Z işlənəcək. Məsəl üçün, deyirəm Zeqobu, desert. Burada desert sözü gəlsə də gəlməsə də heç bir aidiyyəti yoxdur, amma Z artiklı işlənəcək. Sonra sahil ifadələrində Z işlənəcək. Məsəl üçün, coast, bank, the coast, bank, shore, sahil mənasında. Burada bu üç ifadənin üçündə də bunlardan sonra Z artiklı işlənəcək. Coğrafi cəhətlər.
Coğrafi cəhətlər deyiləndə şimal, cənub, qərb, şərq nəzərdə tutulur. Əgər bu cəhətlərdən sonra of varsa, mütləq şəkildə Z işlənəcək. Coğrafi cəhətlər əgər ofla işlənirsə Z işlənəcək. Coğrafi cəhətlərdən sonra of yoxdursa, biz burada Z artıqından istifadə etməyəcəyik heç bir halda. Sonra ölkələrlə bağlı ifadələrdə baxaq ki, hansı ölkələrdə Z işlənəcək, hansılarda Z işlənməyəcək. Buraya yazaq ölkə, ölkə. Hansında Z işlənəcək, hansında Z işlənməyəcək. Əgər ölkə adlarından sonra Republic, məsəl üçün deyirəm ki, Azərbaycan. Məsəl üçün Azərbaycan və yaxud da digər ölkələrdə Russia, Turkish. Aha. Bunlarda heç bir halda Z işlənməyəcək. Nə zaman Z işlənə bilər? Əgər ölkələrdən əvvəl Republic, Federation, sonra gələ bilər Kingdom, krallıq, daha sonra State, daha sonra United, Emirates, əmirliklər, daha sonra gələ bilər Federation, Republic, Union yazıldı. İttifaq. Bu tip ifadələr gələrsə, bunlardan sonra Z işlənəcək. Amma bunlar yoxdursa, təkcə bunlar verilibsə, bunlarda Z artıqlı işlənməyəcək. Bu ölkələrin bir qismidir. Amma bəzi istisna var ki, bu istisnalarda Federation, State, Republic gəlməsə belə, biz burada Z-ni işlədəcəyik. Bunlar hansılardır? Z olacaq hansı halda? Z olacaq hansı halda? İndi mən onu bildirəcəm. Məsəl üçün deyirəm ki, Z Vatikan. Z Vatikan. Sonra deyə bilərəm ki, Z Argentina. Z Argentina. Sonra Z Maldives. Daha sonra gələ bilər Z Philippines. Daha sonra Z Gambia. Daha sonra Z Congo. Z Hagua. Bu tip ifadələrdən sonra mütləq şəkildə Z artıqlı işlənəcək. Bunlarda Federation, Republic gəlməsə belə, biz bunlardan mütləq sonra Z artıqlı istifadə edəcəyik. Sonra bəzi qəlibləşmiş ifadələr var ki, bunlardan sonra mütləq şəkildə Z artıqlı işlənəcək. Onlar hansılardır? Məsəl üçün deyə bilərəm the same, the difference, daha sonra the following, at the end,
At the end. At the end. The who. The who. So the only. The only. Daha sonra mesela the radio. Z radio bunlar həmişə mütləq şəkildə bunlar həmişə Z artıqla işlənəcək. Bunlar Z ilə işlətməmək şansımız yoxdur. Bunlar mütləq şəkildə Z artıqla işlənir. Sonra next, last tipli ifadələr nə zaman Z ilə işlənəcək, nə zaman Z ilə işlənməyəcək. Belə yazaq. Next, bir də last. Next, last. Zaman bildirirsə heç vaxtı zaman bildirirsə zaman mənalı ifadələrdə işlənirsə burada article işlənməyəcək. Məsəl üçün deyirəm ki, I will go to Moscow next month. Mən gələn ay Moskvaya gedəcəm. Burada zaman mənalıdır. Deyirəm ki, I studied I passed the exam last month. Mən keçən ay imtahandan keçmişəm. Burada zaman mənasıdır. Nə zaman? Last Monday, last day bunlar da zamandır. Əgər next bizdə burada zaman bildirsə, əgər next bizdə növbəti last da bizdə sonuncu. Next bizdə növbəti, last da bizə sonuncu kimi tərcümə olunursa, burada lastdan nextdən sonra Z artiklı işlənəcək. Bu bizdə bunların mənasıydı. Daha sonra how nida cümlələrində nida cümləsində əgər nida cümləmiz bizdə what-la başlayırsa, what üstə gəlsin sayılan tək, what olanda what üstə gəlsin sayılan tək onda burada ya ya n olur mütləq şəkildə. Çünki burada sayılan əsasən. What-la başlayırsa n, əgər how-la başlayırsa mütləq şəkildə burada z işlənəcək. Hər tip bir dəqiqə. Hər cür isim. Yəni burada hər cür isimlə gəlməklə hər cür isim gəlir. How-da hər cür isim gəlir. Burada Z artiklı işlənəcək. Bu bizdə nida cümlələri idi. Günün hissələri in the morning, in the afternoon. Günün hissələri. Günün hissələri məsəl üçün deyirəm ki, in the morning, səhər tezdən. In the afternoon. In the evening. In the evening, in the afternoon, in the evening, in the morning bu tip ifadələrdə Z işlənir. Əmr tipli cümlələrində biz Z artıqlarından istifadə edirik. Daha sonra bunlarda məşhur tarixi tiklərdə məşhur tarixi tiklilərdə mütləq şəkildə Z artiklı işlənəcək. Məsəl üçün deyirəm ki, nə deyə bilərəm? The statue or satire of liberty. Burada mütləq şəkildə Z artiklı işlənəcək. Tarixi məşhur tiklilər, əgər insan adları ilə hər hansı bina falan bunlar, muzey falan bunlar insan adları varsa Z işlənməyəcək. İnsan adları yoxdursa, burada aeroportdur, bunların hamısı Z artiklı insan adları varsa Z işlənməyəcək. İnsan adları yoxdursa, binanın öz adıdırsa
Z artiklı işlənəcək. Sonra bəzi məşhur tikillər var ki, burada z artiklı işlənmir. Məsəl üçün, Big Ben, daha sonra Westminster Abbey, Westminster Abbey, Westminster Abbey, daha sonra Buckingham Place, Buckingham Place. Bu tip ifadələrdə z artiklı heç bir halda işlənməyəcək. Big Ben, Westminster Abbey, Buckingham Place, bunlar heç vaxtı z artiklı işlənmir. Tarixi hadisələrdir, dövrlərdir ki, bunlar da mütləq şəkildə z artiklı işlənəcək. Muzeydir, qaleriyadır, kinodur, teatrdır, bunlar z ilə işlənəcək. On the left, on the right, in the middle, məsələn, by the way, yeri gəlmişkən bu tip ifadələr z artiklı işlənəcək.